Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. El akibetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala daim ecmaîn. Allahumme accil li veli kel ferac. Mövzumuzun davamı olarak İmam Nizam Hacıoğlu Fərəcəhin qeybi haqqında bir neçə məqamlara toxunmaq istəyirəm. İmamın zuhurundan sonra ki bəzi sirlər məlum olacaq. Mesela hədislərdə var. Mesela mərhum Şeyx Saduq rəhmətullahi əleyh İlal-i Şəraidə bunu nəql edir ki, Abdullah bin Fəzl Haşimi deyir ki, Səmi'tu Sadiq Cəfər ibn Muhammed aleyhissalam yəqul İnnə li sahibi həzəl əmri qaybətən la büddü minha yertabu fiyhə kullu mubtilin fəqultu ləhu və limə cu'ultu fidəl. Deyir, bu işin sahibi ki, qiyamın sahibi qeybə çəkiləcək və batil olan hər kəs onda şübhəyə düşəcək. Deyir, mən də sual verdim ki, sənə fəda olum. Niyə? İmam dedi ki, o şeyə görə ki, sizə deməyimizə icazə verilməyib. Bəs qeybə çəkilməyin hikməti nədir deyə mən sual elədim. İmam dedi ki, qeybə çəkilməyinin hikməti Allahın əvvəlki höccətlərinin qeybə çəkilməyinin hikmətidir. Yəni onlar ki, hansı müəyyən səbəblərdən qeybə çəkilib, həmin səbəblərə əsasən də bu qeyb baş verir. Yəni bu işin, yəni bu qeybin mənasındadır ki, əmr məqsədi, yəni ki, bu qeyb hadisəsinin hikməti yalnız zuhurdan sonra aşkar olacaq. Necə ki, Xızır əleyhissalamın gəmini deşməyi, divar inşa etməyi, uşağı öldürməyin hikməti Musa əleyhissalamdan ayrılana qədər məlum olmadı. Eyni cürdə bu da elədir. Ey Fəzlin oğlu, İmam buyurur ki, bu Allahın əmrlərindən, onun sirlərindən və gizli işlərindən biridir. Allahın hikmət sahibi olduğunu bildiyimiz üçün səbəbləri bilməsək də onun bütün işlərinin hikmətli olduğunu təsdiq edirik. Və yaxud da Şeyx Sadıq rəhmətli Kəmaləddində ki, geniş bir, uzun bir hədisdir ki, həmin kitabın 384-cü səhifəsində bir rivayət nəql edir Əhməd bin İshaq bin Səd Əşəridən ki, Qumun böyük alimlərindən olub və həmçinin də imamın nümayəndəsi və mötəbər bir şəxs olubdur. Hətta o şəxsin şəhnində də xüsusi hədislər var. Əhl-i Beyt əleyhissalam, İmam Cavad, İmam Hadi əleyhissalam hədis nəql edib. İmam Həsən Əskəri əleyhissalam xüsusi əshabından olub. İmam Mehdi Hacıoğlu Fərəcəhi ziyarət etmək şərəfinə nəsib olubdur şəxsiyyətə. Ki, həmin bu sənədlə nəql edir ki, deyir, Əşəri deyir ki, Daxaltu alə Əbu Muhammed Əl-Həsən bin Ali əleyhissalam وأنا أريد أن أسأله عن الخلف من بعده فقال لي مبتدئا. Deyir, İmam Həsən Əskəri Əleyhisselamın yanına gəldim. Əbu Muhammed ki, bilir artıq imamın künyələrindən biri idi. İmam Həsən Əskəri Əleyhisselam. Ki, deyir, yanına daxil oldum. Özündən sonraki xələfi barəsində soruşmaq istəyirdim. Fikrimdə budur ki, sual edim. Deyir, heç bir başlanma olmadan ki, mən bir şey demədən, yəni imam elə danışdı. Ey Əhməd bin İshaq dedi, Allah Taala Adəmi yaratdığı gündən qiyamətə qədər yer üzü ki, nə qədər insanları var, insanlar arasında ki, öz höccəti olacaq və yer üzü boş qalmayacaq. Ona görə də bəlanı yer əhlindən Allah uzaqlaşdırar və ona görə yağış yağdırır və yerin bərəkətlərini zahir edər. Deyir, ağaya sual elədim ki, ey Allah Rəsulünün övladı, və sizdən sonraki xəlifə kimdir? İmam deyir, ayağa qalxdı tez, içəri otağa girdi, qucağında 3 yaşlı bir uşaqla daxil oldu və uşağın üzü 14 gecəlik bədirlənmiş aya bənzirdi. Deyir, həmin vaxt mənə belə dedi ki, ey Əhməd ibn İshaq, əgər Allahın və onun höccətlərinin yanında hörmətli və əziz Rəsulunun yanında, yəni ehtiramın olmasaydı, övladımı sənə göstərməzdim. Bu uşaq Allah Rəsulunun adını və künyəsini daşıyır, yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq və ey Əhməd ibn İshaq, o bu ümmətdə Xızıl və Zülqərneyn kimidir, elə bir qeybət çəkiləcək ki, yəni qeybi o qədər çox olacaq ki, mənasında ki, bu dövrdə həlak olmaqdan yalnız onun imamətinə etiqadı olanlardan başqa hamı həlak olacaq, bunlar sabit qalacaq və onun fərəcinin, yəni zuhurunun tezləşməsi üçün Allahdan dua etməkdə müvəffəq etdiyi şəxs xilas olacaq. Yəni burada imam həm də göstərmək ki, nədir? Zuhurun tezləşməsi üçün əməllər edin, onlardan da biri nədir? Dua etməkdir.
Mən də sual verdim ki, ey mənim seyyidim, bəs elə bir nişanə varmı ki, qəlbim ona rahatlıq tapsın? 3 yaşlı həmin uşaq səlis ərəbcə mənə dedi ki, mən Allahın yer üzərində höccətlərinin sonuncusu və onun düşmənlərinin intiqam alanam. Ey Əhməd ibn İshaq, məsələnin əslinə vardıqdan sonra nişanə, əlamət dalıcan qaçma. Deyir, çox şad halda oradan uzaqlaşdım. Sabahı gün yenə də imamın yanına gəldim. Ağaya dedim ki, dünən mənim üzərimə qoyduğunuz minnətdən, yəni o höccəti göstərməyimizdən dolayı çox şadam. Amma bilmək istəyirəm ki, bu ağada baş verəcək Xızır və Zülqərneyn əleyhissalamın sünnəsi nədir? Deyir, imam dedi ki, qeyb dövrün uzanmağı, ey Əhməd, deyir, sual elədim ki, ya ibn Rasulullah, bəs məgər qeyb dövrü çox olacaq? İmam dedi ki, and olsun Allaha, bəli. Hətta bu işə inananların çoxu onu olan imanından əl üzəcək. Yalnız Allahın bizim vilayətimiz üçün əhd aldığı, qəlbində imanını möhkəmlətdiyi və öz ruhu ilə dəstəklədiyi kəslər ona imanda sabit qalacaqlar. Və ey Əhməd ibn İshaq, bu Allahın əmrlərindən, sirlərindən və gizli işlərindən biridir. Sənə əta etdiyimi götür, gizli saxla və şükür edənlərdən ol ki, sabah bizimlə birgə olasın. Şeyx Sadıq rəhmətullah bu hədisin qeydində yazır ki, sonra haşiyəsidir. Bu hədisi Əli ibn Abdullah Vərraqdan başqa heç kimdə eşitməmişəm. Onun əl yazmasını gördüm və onun barəsində soruşdum. O hədisi mənim üçün Səd ibn Abdullah və Əhməd ibn İshaqda nəql etdiyi kimi nəql elədi. Sonra şeyx hətta İbn Abbas sənədi ilə Peyğəmbər sallallahu Kəmaləddində ki 287-ci səhifəsində bir hədis nəql edib bu mövzuya aid ki, İbn Abbas deyir ki, Allah Rəsulü sallallahu aleyhi və aleyh belə dedi. Bu cür buyurdu ki, İnna Aliyyə ibn Əbi Talib aleyhisselam imam-ı ümmeti və xalifəti aleyha min bə'di və min vuldihil qaimul muntəzəru Əcəlallah fərəcə əlləzi yəmləullah bihil arda ədlən və qistan. Ki Həzrət buyurur ki, Əli ibn Əbi Talib ümmətimin rəhbəri, məndən sonra onların arasında xəlifəmdir və Allahın yeryüzünü zülmlə doldurduğu kimi onun əli ilə ədalətlə dolduracağı və intizarı çəkilən, yəni müntəzir olunan qaim onun nəslindəndir. Mənə haqq olaraq müjdəçi qərar verən kəsə and olsun ki, qeyb dövründə öz etiqadında sabit qədəm olanlar qırmızı kibritdən, yəni kükürtdən daha az tapılacaq. Cabir deyir, qalxdı ayağa, İmam Peyğəmbər sallallahu dedi ki, ya Rəsulullah, bəs qiyam edəcək övladın qeybə çəkiləcək. Həzrət buyurur ki, and olsun Allaha, bəli. Allah möminlərin imanını saflaşdırsın, kafirləri isə aradan aparsın. Ey Cabir, bu Allahın əmrlərindən, sirlərindən biridir ki, və sirru min sirrillah matviyyun ən ibadillah. فَإِيَّاكَ وَشَكَّ فِيهِ فَإِنَّ الشَّكَّ فِي أَمْرِ اللّٰهِ عَزَّ وَجَلَّ كُفْرٌ. Həzrət dedi ki, ey Cabir, bu Allahın əmrlərindən, sirlərindən biridir və bəndələrindən də gizlidir. Ki, ona qətiyyən şəkk eləmə. Çünki Allahın işində şəkk eləmək küfürdür. Yəni, insanı kafir edər. Məsələ də bu cürdür ki, deməli, bu sir var və bütün hakimiyyətlərin təcrübədən keçirilmə məsələsi var ki, məsələn, Şeyx Nomani Əl-Qeybədə Hişam bin Salimdən nəql edir ki, İmam Sadiq əleyhissalam belə buyurdu. İmam deyir ki, əgər biz hakim olsaydıq, ədalətlə hökm edərdik deməsin deyə, elə bir dəstə qalmayacaq ki, hakimiyyət başına gəlməsin və insanlara hökm eləmək üçün bir dəstə belə qalmayınca bu iş baş verməyəcək. Sonra haqq və ədalət bərpa olunacaq, qaim, qiyam edəcək inşallah. Deməli, burada da mahiyyət nədir? Yəni, imam demək istəyir ki, məsələn, sonradan bir dəstə çıxıb deməsin ki, xeyr, biz bunlardan daha yaxşı idarəçi eləyirdik, amma bizə fürsət verilmədi. Elə dəstələrə, elə kəslərə fürsət verilir ki, hamısı gəlib keçsin və dilləri olmasın ki, mən daha yaxşı idarə edərdim.
Həmçinin Şeyx Tusinin də eyni adlı Əl-Qeybə əsərində ki 472-ci səhifəsində də bir rivayət var ki, İmam Baqir əleyhissalamdan Əbu Sadiq nəql eləyir və buyurur ki, İmam Baqir əleyhissalam buyurur ki, "Dəvlətuna axir duvəli və lən yabqa əhlu beyti lehum dəvlətun illə mələku qablana." Həzrət deyir ki, bizim dövlətimiz sonuncu dövlətdir. Dövlətlər içərisində bizim hakimiyyətimizi gördükdə, dövlətimizi görmüşdə, əgər biz də hakimiyyətə gəlsəydi, bunlar kimi hökm edərdik deməsinlər deyə bizdən qabaq hökm sürmüş heç bir sülalə qalmayacaq. Və elə bu Allah Taala'nın sözüdür ki, Quranda ki Allah buyurur ki, "Vəl aqibətu lil muttaqin." Deyir Allahın elə bu sözüdür ki, aqibət son təqvalılara məxsusdur. Həmçinin Şeyx Muhid Rəhmətli İrşad kitabının 2-ci cildində 384-cü səhifəsində bir rivayət gətirir ki, Həzrət İmam Zaman Əcəllah Fərəcəhin haqqında Əli ibn Uqbə atasının nəql edir ki, "İzə qamel qaim aleyhissalam hakama bil adli və irtafa'a fi eyyamihi el-cawru və aminat bihis subulu və axracetil ardu bereketiha və radda kulli haqqin ilə əhlih." Deyir, İmam Zaman Əcəllah Fərəcə qiyamətlikdə ədalətlə hökm eləyəcək, onun hakimiyyəti dövründə zülm aradan gedəcək, əmin-amanlıq olacaq hər yerdə, yer öz bərəkətini zahir edəcək, tapdalanmış hər bir haqq öz sahibinə alınıb qaytarılacaq, ayrı dinlərə etiqad bəsləyən hamısı İslam dinini qəbul edəcək və iman gətirəcək. Allah Taala'nın məgər bu sözünü eşitməmisənmi ki, Quranda ayəni deyir ki, Ali İmran 83-cü ayədə Allah buyurur ki, "Və ləhu əsləmə mən fis səmavati vel ardı tav'an və kərhən və ileyhi yurcaun." Ki göylərdə və yerdə olanların hamısı istəsə də istəməsə də ona təslim olacaq və hamı ona tərəf qayıdacaq. Allah məgər deyib də bunu o cür olacaq və o yer üzündə Davud və Muhammed sallallahu aleyhi və aleyhi hökmü ilə hökm edəcək, qəzavət eləyəcək və deyir, bu vaxt yer öz xəzinələrini zahir edəcək və öz bərəkətini aşkar edəcək. Və bu dövrdə sədəqə verməyə, ehsan etməyə yer tapmayacaqsınız. Çünki bütün möminlər ehtiyatsız olacaq. Ki İmam deyir daha sonra buyurdu ki, bizim hakimiyyətimiz sonuncu hakimiyyət olacaq və bizdən əvvəl hökmranlıq edənlər bizim hökumətimizi görəndə biz hakimiyyətə gəlsəydi bunlar kimi hərəkət edərdik, hökm verərdik deməsinlər deyə hökm sürmüş heç bir sülalə qalmayacaq. Yəni bu Allahın sözüdür ki, "Vəl aqibətu lil muttaqin." İmam da burada yenə bu mübarək ayəni deyir. Və digər bir amil insanların imtahanı və saflaşdırılmasıdır. Bu qeybdən məsələ. Şeyx Numan Əl-Qeybədə Fırat bin Əhnəfdən nəql eləyir ki, o da İmam Sadiq əleyhissalamdan nəql eləyir. İmam Sadiq əleyhissalam da ən abahi aleyhissalam öz pak ata-babalarından ki, o da Əmir əl-Müminin Əli əleyhissalamdan. Zadəl Fıratu alə əhdi Əmir əl-Müminin aleyhissalam fərəkbəhu və binahul Həsən vəl-Hüseyin aleyhissalam fəmərrə بسقيف فقال قد جاء علي يرد الماء. Deməli Həzrət Əleyhisselam vaxtında Fərat çayı daşır öz məcrasından çıxır, axan xəttindən yəni. İmam deyir özü və iki oğlu Həsən və Hüseyn əleyhissalamla miniyə minir, süvari olur, gəlir Səqif qəbiləsinə. Deyir qəbilə sakinləri deyirlər ki, Əli gəlib Fərat suyunu ki öz məcrasına qaytarsın. Əleyhisselam qayıdır orada deyir ki, and olsun Allaha, amma vallah لَاَقْتَلَنَّ أَنَا وَأَبْنَاِ هَذَا ki Həzrət bu cür qeyd edir. Yəni burada Həzrət Əli əleyhissalam xülasə hədisdə demək istəyir ki, məni və bu iki övladımı öldürəcəklər və Allah axır zamanda axır zamanda mənim
nəslimdən, övladlarımdan bir nəfəri bizim qisasımızı, intiqamımızı almaq üçün seçəcək. Onu insanların gözündən gizli saxlayacaq ki, azğınlar tanınsın və cahillər də bu sözü düşünsün. Hətta yaqulul cahilu ma lillah fi ali Muhammedin min hacətin. Ki Allahın ali Muhammedin yəni Ali Muhammeddən daha heç bir ehtiyacı qalmır. Yəni Allah Taala da onlardan nəsə seçmir, onlara da ehtiyac qalmadı da. O dərəcədə bu cahillər bu sözü dilinə gətirsin. Hətta bu dəstələr seçilsin, bir-bir ələnsinlər. Və yaxud da şeyx başqa bir hədisdə Zürarə ibn Əyyundan İmam Sadiq əleyhissalam belə bir hədisini nəql edir ki, Semi'tu Sadiq Cəfər ibn Muhammedin aleyhissalam yəqul İnnə lil-gulami qaybətən qablə ən yəqumə Qultu və limə cəkə cüiltu fidak فقال لأن الله عز وجل يحب أن يمتحن خلقه فعند ذلك يرتاب المبتولون. Deməli, Həzrət buyurur ki, bu cavan kəs, yəni İmam Zaman Əzəlullah fərəzə qiyam etmədən əvvəl qeybə çəkiləcək. Deyir, mən də sual elədim ki, sənə fəda olum, nəyə görə? İmam dedi ki, ona görə ki, Allah öz bəndələrini imtihan eləməyi, yoxlamağı, yəni onların iman və küfrə qayırmağı xoşlayır və qeyb dövründə imanı zəif olanlar şübhəyə düşəcək, mübtəla olacaqlar. Və həmçinin də Şeyx Tusinin Əl-Qeybəsində ki, Cabir Əl-Cüfidən nəql olunur ki, qultu li Əbi Cəfərin aleyhissalam mata yakunu fərəcukum, sizin fərəciniz nə vaxtdır, nə vaxt olacaq? Deyir Cabir Əl-Cüfi İmam Baqir Əsəlam'a sual verir. İmam da deyir ki, heyhat, heyhat la yakunu fərəcuna hətta təğərbələ thumma təğərbələ yəquluha sələsən həttə yuzhibəllah Teala əl-kədirə və yubqiyə səfva. Həzrət buyurur ki, uzaqdadır, heyhat, uzaqdadır. Allah Teala xalis, 3 dəfə təkrar edir İmam bunu. Deyir, Allah Teala xalis olmayanlara aparıb xalisləri saxlamaq üçün sizi ələkdən keçirməyənə qədər bizim fərəcimiz baş verməyəcək. Ki, bu cür olacaq da, yəni İmam 3 dəfə təkrar edir ki, sizi ələkdən keçirməyənə qədər. Sonra Kafidə bir mübarək hədisdə var ki, İmam Sadiq əleyhissalamdan nəql olunur. Deməli, İbn-i Əbu Yafur nəql edir sənədini də zəncirdə İmamdan. Deyir, tezliklə baş verəcək hadisəyə görə ərəb tağutlarına vayi olsun. Deyir, İmama dedim ki, sənə fəda olum, ərəb qövmündən qaimlə Əccəlullah fərəcəsinə birgə neçə nəfər olacaq? İmam buyurur ki, çox az. Deyir, mən dedim ki, and olsun Allah, onların çoxu sizin vilayət və qiyamınızı vəsf edirlər. Yəni, ərəblərin halbuki çoxsu belə deyir. İmam buyurdu ki, insanların qaçacaq yeri yoxdur, hamısı sınanacaq, ələkdən keçiriləcək və təmizlənəcək. Çoxları isə ələkdən yerə töküləcək, yəni sınaqdan keçə bilməyəcəklər. Qeybət-i Numanidə həmçinin Muhzəm ibn Əbu Bərdanın nəql elədiyi bir hədis də var ki, İmam Sadiq əleyhissalam nəql edir ki, vallahu lətukəssərunə təkəssura əz-züccəcə və innə züccəcə ləyuadu fəyaudu kəmə kənə vallahu lətukəssərunə təkəssura əl-fəxxari fə innəl fəxxara ləyətəkəssəru fəla yaudu kəmə kənə. Həzrət buyurur ki, Allaha and olsun şüşə kimi sınacaqsınız. Ancaq şüşəni yapışdırmaq və əvvəlki vəziyyətinə qaytarmaq olur. And olsun Allaha bir daha əvvəlki vəziyyətinə qayıtmayan gil kimi sınacaqsınız. And olsun Allaha ələkdən keçəcəksiniz. And olsun Allaha təmizlənəcəksiniz. And olsun Allaha saflaşacaqsınız. Sizdən az adam qalacaq. Daha sonra İmam deyir, əlinin içini göstərdi. Fəsə'ərə kəffəhu. Ki, İmam əlinin içini göstərir. Yəni, çox azımız qalacaqsınız. Və həmçinin Əyyəşinin təfsirində də Hüseyin ibn Əli Vəhşadan bir sənədin ləhu yursiluhu ilə Əbi Əbdillah əleyhissalam. Mürsəl bir hədisdə İmam Sadiq əleyhissalamdan nəql olunur ki,
And olsun Allaha xalis olacaqsınız. Çünki bu hədis sənədi baxımından zəif də olsa qeyd etdiyimiz səhih hədislərlə tam mətni oturur üst-üstə. Ona görə də bunu da deməkdə və qəbul etməkdə heç bir müşkül yoxdur. Ki Həzrət buyurur ki, and olsun Allaha təmizlənəcəksiniz, saflaşdırılacaqsınız. And olsun Allaha bir-birinizdən fərqlənəcəksiniz. And olsun Allaha ələkdən keçiriləcəksiniz. Və sizlərin içəridəkilərindən savayı heç kim qalmayacaq. Deyir, mən də sual verdim ki, وَمَا الْأَنْدَرُ ki, o içimizdəkilər kimdir, içəridəkilər? Həzrət buyurdu ki, Əl-Bəydaru هو أن يدخل الرجل فيه الطعام يتين عليه ثم يخرجه قد أكل بعضه بعضا. Həzrət dedi ki, taxılın saxlandığı və ətrafında gildən hasar çəkilən xırmanı xatırla. Onu çıxardıqları zaman bəzi dənələri xarab olur. Onu təmizləyirlər, üstünü örtürlər. Sonra yenidən çıxardırlar. Bu cəhətlə neynirlər? Hətta yəf'alə zəlikə sələsə mərratin, hətta 3 dəfə bunu təkrarlayırlar. Ki, niyə? Hətta yəbqa ma lə yadurruh şeyun. Ki, yalnız xarab olmayacaq dənələr qalsın. O cür olacaqsınız. Qafidə həmçinin mötəbər sənədlə mərhum Şeyx Kuleyni yenə də İmam Sadiq əleyhissalamdan nəql edir ki, Muhammed ibn Mənsur Səyqər öz atasını nəql edir ki, mən Haris ibn Muğaylə bəzi dostlarla söhbət edirdik. İmam Sadiq əleyhissalam bizim söhbəti eşitdi. İmam dedi ki, siz hardasınız? Uzaqdır, uzaqdır. And olsun Allaha ələkdən keçməyənə göz dikdiyiniz hadisə baş verməyəcək. Yəni, o ələkdən keçənə qədər hələ o hadisə baş verməyəcək. Yəni, zühur olmayacaq. Yəni, bir-birimizdən fərqlənməyənə qədər göz dikdiyimiz hadisə baş verməyəcək. And olsun Allaha, o göz dikdiyiniz hadisə yalnız ümidsizlikdən sonra baş verəcək. And olsun Allaha, bədbəxt olmalı olan bədbəxt olacaq. Xoşbəxt olmalı olan xoşbəxt olmayana qədər göz dikdiyiniz hadisə baş verməyəcək. Mərhum Şeyx Müfid İrşadda da gətirir ki, Fəzl ibn Şahzan, o da Əhməd ibn Muhammeddən, o da Əbil Həsən Ər-Rıda aleyhissalamdan ki, lə yəkunu ma təmuddunə iləyhi ə'naqəkum həttə tüməyyizu və tüməhhəsu fələ yabqa minkum illəl qalilu sümmə qara'a ələm əhəsibən nasu ən yutræku ən yəqulu əmənnə və hum lə yuftənun. Deyir, Həzrət İmam Rıza Əsəm dedi ki, bir-birinizdən fərqlənməyənə qədər, saflaşmayana qədər ona tərəf boylandığınız, üst tutduğunuz hadisə, yəni zuhur baş verməyəcək. Bu halda sizdən çox az adam qalacaq. Ya Allah Quran-ı Kərimdə ki buyurubdur, İmam başlayır, Ənkəbut surəsinin 1-2-ci ayələrində oxuyanda əlif, ləm, mim. Görəsən insanlar elə hesab edirlər ki, iman gətirdik deməklə tərk edilir və imtihan olunmayacaqlar. Yəni öz başına buraxacaq, dilməklə bir şey verilmir ki. Hətta Şeyx Tusi Əl-Qeybə əsərində 336-cı səhifəsində Əhməd ibn Muhammed ibn Əbu Nəsir İmam Rıza əleyhissalamdan ki, elə bu mətnə uyğun yenə rivayət nəql eləyir. Ki, yəni bura kimi biz gördük ki, həqiqətən də imamın qeybi baş verəcək və burada ilahi bir sir var. Həmçinin insanların imtihan və sınağı var. Allah təbarək və taala bizi də bu imtihan və sınaqdan və sirri əmanət kimi saxlamaqdan binəsib etməsin. Allah imamın zuhurunu təcil eləsin. Velhamdülillah Rabbil aləmin.